Çoxunun çətinlik çəkdiyi 27 aprel sualına baxaq. Ələyim sözündə bitişdirici samit işləndiyi nəzərə alınsa, hansı fikirlər doğru olacaq? Biz buradan bir də ələyim sözünü yazaq. Ələyim. Əgər bu sözdə deyir ki, bu y bitişdirici samit olarsa, uyğun gələn cavabları seçin. Nə zaman ələyim sözündə y bitişdirici samitdir? Bu biraz şagirdlər çaşqınlıq yaradıb. Bu ələk sözüdürsə, əgər ələk, bu ələk sözünü biz desək ki, məsələn, mənim ələyim, nənənin ələyi bu mənada işlətsək, onda bu k, y əvəzlənməsi baş verir. Burada bitişdirici samit olmur. Bu k, y ilə əvəz olunur. Ona deyirik biz k, y əvəzlənməsi. Yəni burada y bitişdirici samit deyil. Bir də ikinci ələyim sözü var. Bu ikinci ələyim hansı sözdür? Onu qeyd edək. İkinci ələyim isə bu sözdür ki, mən ələyim, yəni bu zaman feildən söhbət gedir. Ələ feilinə. Mən ələyim, sən ələ, o eləsin. Biz əliyək, siz əliyin, onunla eləsinə. Yəni eləmək feilinin əmr şəklində işlənməsi. Bu zaman mən ələyim dedikdə im burada şəxs şəkilçisidir, y isə bitişdirici samitdir. Yəni əslində belə yazılı şəkilçi kimi götürülür. Burada im şəxs şəkilçisi, y bitişdirici samitdir. Nə zaman ələyimdə bitişdirici samit olacaqdır? Əmr şəklində olanda. Artıq biz tapdıq nə zaman olacaq. İndi cavablara baxa bilərik. 1. 2 leksik bir qrammatik şəkilçidən ibarətdir. Mən burada təhlil eləmişəm. 2 leksik yox, 1 leksikdir. Əgər 2 leksik olsaydı, onda o isim ələk mənasında olardı. Deməli, bu cavabımız deyil. Bunu çıxırıq. Əvvəlinə mənim əvəzliyi işlənə bilər. Bu feil idi. Mən ələyim, mənim ələyim ola bilməz. Əgər mənim ələyim deyiriksə, yenə də bu keçdi ismə. Əmr şəkli yox, bu keçir ismə. Onda da yenə y bitişdirici samit deyil. Ona görə bunu da çıxırıq. Təsriflənən feildir, əmr şəklindədir. Bəli, mən burada qeyd eləmişəm. Əmr şəklidir, təsriflənən feildir. Çünki bütün feilin şəkilləri təsriflənən feildir. Bu doğru cavabdır. Birinci şəxsin təkində işlənir. Bəli, mən ələyim birinci şəxsin təkidir. Bu da doğrudur. 5. Feili xəbərin ifadə vasitəsi ola bilər. Biz burada qeyd elədik ki, təsriflənən feildir. Təsriflənən feillər elə feili xəbər olur. Ona görə də bu cavab da doğrudur. Deməli, bizim cavabımız hansı oldu? 3, 4, 5. C bəndi.